Başlaya bilərik. Bilək var. Motor. Var. Məhəmməd. Məhəmməd də var. Nihat. Salam olsun. Sağ ol. Nətərsən qaqa? Yalan. Necəsiz? Deməli Nihat dünəndən buradadır. Ya hardasa əlimizdə 17 saatlıq material var. Şeylə, güvənlik kamerası ilə. Çöldə fırlanır dünəndən. Çəkiliş günü səhv salıb. Bir balaca. Bir günlük səhv salıb, amma Bu gün artıq qovuşduq. gün artıq qovuşduq. Nəhayət ki. Necə gedir işlər? Əla, möhtəşəmdir şey. Çox sağ ol. Yaxşılıqdır. Sizdə necə? Şükür. Neçə il səni görmürdüm? 3-cü ilə girir artıq. Yes. Girib artıq. Sən neçə il görmürdün Musa? Kimi? Yəni, ümumiyyətlə yəni. 30 29 ildir görmürəm. 29 ilə qədər. Sən 30 yaş verdi. Fikir verdin. Ha, qəşəng verdi amma. Mən yəni 30 yaş vermirlər mənə. Hə. Yenə də tapmadım onsuz da. Heç vaxt tapmıram. Yəni 1 yaşıma bu 30-a az qalıb. Yəni yadıma da azanızı tapım da yəni yaşı. Neçə yaş verərsən heç vaxt düz tapmamışam. Amma 1 yaş plus minus olanda da tapmış Yaxşı da kimi. oldu. Ha, yaxşı bir şeydir. Sevindi uşaq. Çünki mənə əslində sevinmədim. Sən normalda az verirlər. Normalda az verirlər. Ha, mən 20 neçə idi? 24 yaşında əsgəriyə getmişdim. Mən təxris olub gələndə dedilər sən il yarımlıq deyildin. Yəni elə bir 18 yaşım var. Sifətim təmiz olanda vəbşə şey idi. Maşallah olsun. Yəni. Sağ ol. Sizə də maşallah olsun. Nə işlə məşğuluq? Ölkədə belə deyim də, pulunuzu yığıb ya da ay sonu maaşı gözləyirsən ki, gedim dincəlim həmin yerlərin açılışları ilə. Yəni otel, restoran, harada ki səhv eləmirsən ki, mən bura gedəcəm, oranın proyektlərinin qurulması sıfırdan. Necə izahləyə bildim? Hə. Dolay yolunu izah edin, amma okey. Başa düşdük. Maraqlı bir şey danışım. Deməli, taksi ilə bura gələndə taksi sürücüsü bir Çinli oldu və maşın da Çin maşını idi, amma bizim gördüyümüz bu standart maşınlardan deyildi. Fərqli, maraqlı maşın idi. Oturdum arxada, arxaya oturan kimi burada bu raskladuşka yastığı var başı qoymaq üçün. Açdım qapını, oturdum. Başını qoyan kimi bana bir dənə notification gəldi ekranda. Ekran da roldan, o birisi qapıya kimi doğru ekran var. Başını belə qoyan kimi dedin gəldi. İlk fikirləşdiyim oldu ki, bu qoşuldum da maşına. ya maşından mənə zayatka, ya da məndən maşına zayatka gedir. Buna gətirən Çinli olmasıydı. Bununla bağlı soruşmaq istəyirəm. Məncə siz daha yaxınsınız bu rəqəmsal dünyaya deyə. Nə qədər vaxtda bu reallaşacaq? Nə? Əminə sənin qoşuldun və burada maşını idarə edirsən və ya olsun teleportasiya, olsun zaman maşını. Yaxın gələcəkdir. Çox da uzaq deyil. Mən bununla bağlı bütün cahilliyimlə bir şey demək istəyirəm ki, bu zərrəcikləşib harasa teleport olmaqdır. Çaq ki, teleport deyək də. Teleport olmaq üçün atomlarla parçalanmalısan. Daha sonra həmin qaydada düzəlməlisən. İlla ki, nəsə gedir də səndə və bunu səhv eləmirəmsə şeydə Manhattan'da Einstein'in içində olduğu bir eksperiment aparıblar. Adamların böyük bir qismi ölüb. Çırıq-çırıq olub, atoma parçalanacaq deyə. Qalan, yox, şey olublar. İnsanları bir yerdən başqa yerə teleport eləməyə çalışıblar. Böyük bir qismi ölüb, qalanlar isə ağlını itiriblər. Yəni o indi şey də ola bilər, ya yalan söhbət də ola bilər, amma mən belə bir şey Tesla'nın da belə bir eksperiment olub. Gəmi bir yerdən o birisi. Yox, elə deyirsən onu deyirdim mən. Gəmidə olub. Hə, gəmi olub. Hə, gəmidəki insanlar divarlardan da keçib qalıblar. Və şeydir, yəni bu mənə elə gəlir heç vaxt olmayacaq. Nəsə elə bir düşünürəm. Çünki bu biraz şeydir, işıq sürətinə çatmağa yaxın bir şeydir və insan çox da olmayacaq. İnsan bədəni biraz şeydir, yəni. Və məncə olmayacaq, yəni. Qaydaq eramızdan çox-çox əvvəl həmin o mağara dövrünə onda olmayacaq nəyə deyirdilər. Bir adam alov elədi və wow, alov olan reaksiya, sonra zajqalka çıxdı və həmin o первопытный adama sən zajqalkanı göstərsən nə deyər və yaxud da Yox, o şeylərin yaranması üçün əldə resurslar var. Tamam, yəni təbiətdə mi deyim, o resurslar var idi və o resurslardan sonra hansı ki bundan çaxmaq daşına keçdilər. Bu da təsadüfən alındı. Gördülər ki, qığılcım çıxır, ondan başladılar. Daha sonra yavaş-yavaş
kömür tapıldı, kömürdən sonra qaz tapıldı falan filan. Birinci öz İsmail'lə kömür toplu. Yəni təbiətdə bu resurslar var idi. Tamam mı? Amma sənin o teleport dediyin o resursla bağlı bir şey deyil. Hə, yəni təbii bir təbii bir şeydir əslində. Çünki alovun ilk kəşfi zaten şeydir. İldırımın vurmasıdır. Okey, Təbiətdən gələn bir şeydir. qayıdıram keçmişə, at arabası atsız gedə bilməz deyirdilər və yaxud da tonlarla bagaj daşıya bilən bir dəmir necə uça bilər? Məsələ O- burasındadır o- ki, İndi o sual vermirik hal-hazırda. O da yox, o resursla sualı bağlıdır da, yox, yəni. məsələ bilirsiz nədir? O sualın cavabı mənə elə gəlir. Mən yenə deyirəm, mən yenə bir cahil kimi danışa bilərəm. O sualın niyə olmadığını ilə bağlı elmi bir cavab yox idi. Sadəcə insani bir instinkt var idi ki, hə, bunu eləyə bilmərsən. Bununla elmin arasında şeydir. Amma elm hal-hazırda təsdiq edir ki, bir insan işıq sürətinə çatdığı anda zaten bir kütlə işıq sürətinə çatanda, daha doğrusu bir cisim işıq sürətinə çatanda kütləsini itirir. Bir insanın teleportasiya olub parçalanıb bir yerə gedib sonra təzədən bir şey kimi eyni heç nə olmamış kimi olması mənə elə gəlir mümkün deyil. Çünki biraz şeydir, yəni həqiqətən yəni bir insana adi bir söz deyəndə belə o insanın gün ərzindəki bütün əhvalı dəyişir. Hansı ki bu söz psixoloji bir şeydir, yəni mücərrəd bir şeydir. Yəni kontakt, yəni sən bir insanı vurmursan. Sən amma bir insana söz deyirsən, pis bir söz deyirsən, sən bütün günün içinə qoyursan. Və sən onu parçalayırsan, bir oxla harasa göndərirsən, orada təzədən eyni şey yaranacaq və bu fəsadsız olması mənə elə gəlir mümkün deyil. Böyrək qalırsa. Ha, burada bir şey Amma xüsusi portal hər yerdə yoxdur, amma xüsusi portallar olsa, yəni sən bu süni intellekt razıyıq həndəsi silsilə ilə inkişafına. Həndəsi silsilədən daha sürətlə inkişaf edir. Okey, bir dənə qayıdaq knopkalı telefona və onda süni intellektdən danışsaydıq, həmin bu podkast knopkalı telefon vaxtı olsaydı və o söhbəti açsaydım, süni intellektlə bağlı sual versəydim, sən mümkün deyil elə bir şey. Yəqin ki, deyə bilərdin. Yox, deməyəcəkdim. Bilirsən niyə deməyəcəkdim? Çünki bir şeyin, süni intellektin olmaması ilə bağlı data yox idi. Data dediyim şey, yəni təsdiqçi ay millət, bax, burada belə bir şey var. Elə bir şey yox idi. Mənə elə gəlir. Və yaxud da mənim dediyim bu teleportun fəsadları və yaxud da olmaması ilə bağlı insanların qoyduğu sübut digər sənin dediyin bütün o at arabasından, qığılcımdan, kameradan daha tutarlı sübutdur. Mən belə düşünürəm. Növbəti sual. Səsləndirirəm. Hazırsınız? Bu belə şeydir. Bizi dəyişirik. İntervyu dəyişdi, podkast. Bilmirəm, məncə hər bir halda sənin sahənlə də bağlıdır. Səncə peşəkar olmaq yoxsa kreativ olmaq və ya səncə peşəkarlıq kreativi öldürürmü? Və ümumiyyətlə bizə kreativ nə qədər lazımdır? Bizə dediyim, yəni söhbət sırf ölkədən gedir. Ölkədən. Çünki nəzərə alsaq ki, kreativ sahə bizə çox, hətta əsrlər, bir neçə əsr sonra gəlib çatıb, sırf reklam sferası falan deyil də. Ya hətta deyərdim məndən bəlkə balacadır yaşda, yəni. Bir oturmuş sistemlə. Məncə hə. Ha, yəni 90'lardan etibarən. Əslində şeydən götürsək, sırf reklam sferası, yəni qrafika falan bu əkinçi qəzetindən bu tərəfədir. O heç, o ayrı. O heç. Amma mən sırf şey deyirəm də, kreativliyi götürək. Kreativlik yaşda hə, səndən balaca olmuş, məndən də hətta bəlkə balaca olmuş ola bilər. Ona görə soruşuram ki, səncə bizə nə qədər vacibdir kreativ olmaq? Ümumiyyətlə biz kreativ ola bilirikmi? Nə düşünürsən bu arada? Nə ondan başlayaq? Kreativ sizcə ümumiyyətlə bir adam özündə kreativliyi işləyib yarada bilərmi, yoxsa kreativ ümumiyyətlə genlə gələn bir şeydir? Onu mənə görə deyim birinci, məncə qabaq düşünürdüm ki, bu gendən gələn bir şeydir. Sonra bu kitablar və sən beynivi hansısa o treninqlərlə hardasa kreativ düşünmə tərzinə bənzədə bilərsən. Proloqla kreativ arasında bir insan hər işin prosedusa fərqi yoxdur hansı industriyada və nə ilə məşğul olur. Sən bununla məşğul olursansa, sən prosansa müəyyən enerji yəqin ki vermirsən işə, çünki sən bu işin prosusansa artıq zaten bilirsən növbəti ardıcılıqlar nədən ibarət olacaq. Onda bu işə kreativlik qatmaq, sən çox onda yüklənməmisən bu işə və sənin burada boş vaxtın var, boş pəncərə var ki, kreativlik əlavə eləyəsən.
O da baxır hansı yöndəsəndəsən, yəni müəyyən şirkətlər və müəyyən yerlər var ki, orada müəyyən bir reqlament var, müəyyən bir standart var və sən orada o standartdan çıxa bilmirsən. Kreativlik daha çox yaradıcılıq olan yerlərdə gəlir də. Proloqla kreativlik mənim fikrimcə paralel gedən bir şeydir. Bunlar düz mütənasibdirlər. Mən sualıma qayıdım. Genetik və ya sonradan olmaq. Göstərə bilirsən. Bu əslində Ronaldo ilə Messi kimi bir şeydir. Düzdür, sən futbola yad bir şeysən. Messi tanıyıram ikisini də. Amma tanıyırsan, okey. Onu tanı da. Messi əslində həqiqətən də fitri istedadı olan. Okay. Genetik deyil, indi bilmirəm Messi'nin nəslində olmayıb, amma fitri istedadı olan bir oyunçudur. Amma Ronaldo isə bunu məşqlə gətirib bu səviyyəyə çatdıran oyunçudur. Düşünürəm ki, kreativlik əslində hər iki tərəfdə ola bilir. Bu genetik və yaxud da ki, genetik olmayan sadəcə fitri istedad da ola bilir ki, bu anında əslində həmin adamda hiss olunur. Sən bunu çox rahatlıqla bilə bilirsən. Amma bunu məşqlərlə də, təcrübə ilə də çoxaltmaq olur və yaxud da ki, ümumiyyətlə ortaya çıxartmaq olur. Səncə? Məncə kreativlik ideyadan gələn bir şeydir. Çünki creation vardı, orada bir yaratma. Yaratma isə sən ideya gəlməmiş, sənin fikrin başqa bir yerdədir, amma əlinlə nəsə yarada bilmərsən. İdeya isə mənə görə bir quşdur. Bu quş, belə deyək də, müxtəlif budaqlara, ağaclara qonur. Bəzi insanlarda bu ağaclar bir bağdan ibarətdir, hansı ki bunların doğuşdan bəri bir yaradıcılıq beyinləri var və o quş orada istədiyi ağaca qonur. Bəzi insanlarda isə sadəcə bir və ya iki ağacdan ibarətdir və quş ora bəzən qonur və ya qonmur. Mən belə Çox dramatizə elədim bura. Çox duyğulandım. O quşu mən tanıyıram. Tanışdır. O quşu başqa ağacda örüblər, yenə də sən bilərsən. Əsas ağzımızdan çıxmasın. Bəs 100%. Elvin mənə oradan mesaj yazıb ki, saqqalımla çox oynama, səs gəlir normal. Okey, yaxşı brat, üzr istəyirəm. Üzr istəyirəm. Tamam brat. Bölməyə ehtiyac yoxdur. Dediyim kimi, yəni çox əsəbidir. Bəs ümumiyyətlə bu əslində mənim sualımın cavabı deyildi. Səncə bizim ölkəyə bu sfera fərqi yoxdur da, indi restoran sferası olsun, reklam sferası olsun. Reklam sferası deyəndə reklam sferası zaten nəyisə xidmət edir. Xidmət elədiyi sahələrə deyirəm. Səncə kreativlik lazımdırmı, önəmlidirmi, nə dərəcədə önəmlidir? Kreativ düşüncəli şəxslər 100% hər bir ölkəyə olduğu kimi bizim də ölkəyə lazımdır. Bu hansısa bir problemlərin, sorunların daha tez və ya daha kreativ həllinə kömək olur. Ölkəyə kreativlik lazımdırmı? Sual düzgün başa düşürəm? Bəli. 100%. Ümumiyyətlə dünyaya yenə də çıxıram qlobala. Lazımdır ümumiyyətlə ölkədən asılı olmayaraq. Sən kreativ düşüncəli insanlar olmalıdır ölkəndə. Bu fərq yoxdur, industriyadan fərq eləmir. Sənin inkişafına böyük təsir olur. Bu bir şey kreativ sayırsan özünü. 100%. Varmı görəsən kreativliyin limiti? Yoxdur. Mümkün deyil. Limitsizdir. Yəni onu belə deyim də, kreativin limitinin olduğunu düşünən adam artıq kreativ deyil. Çünki bəzən atıram da, indi sferada yığ deyə deyirəm. Elə işlərlə qarşılaşırıq ki, baxırsan və deyirsən ki, belə pizdec. Yəni bu başqa bir leveldir, başqa bir atmosferdir. Təbii ki, burada əslində biraz ölkə rolu var. Ölkə çox böyük rol oynayır. Doğulduğun coğrafiya çox böyük rol oynayır. Çünki bəzi şeyləri burada eləyə bilmirsən. Bəzi şeyləri ümumiyyətlə eləməməlisən ki, zaten bəzi şeyləri eləsən belə, yəni günün sonunda deyək ki, bu bir məhsuldur. Bu məhsul sənə müraciət edib, sən onun reklamlarını eləyirsən, cəmaət görsün deyə və bu məhsulunu satsın. Bir anlayış var, deyir satmırsa əgər satmırsa, deməli kreativ deyil. Amma mən bu anlayışla razı deyiləm. Nəyə görə razı deyiləm? Bu yerinə görə dəyişə bilən bir şeydir. Çünki elə məhsul var ki, onun hədəf kütləsi nə maraqlı deyil kreativ. Sən o kreativi eləyərsən, prosta image xarakterdə eləyərsən. Onun da ki, yenə dediyim kimi, hədəf kütləsi tamam ayrıdır deyənə, image olaraq da bir işə yaramayacaq, tamam mı? Yəni bəzən sadəcə qırmızının üstündə ağ hərflərlə avtoyuma yazmaq
daha çox satır. Nəinki avtoyumanın qabağına nə bilim başqa bir nəsə qoymaq. Tamam. Yəni o daha çox satır. Çünki şey məsələsi var, tüketici məsələsi var da. Tüketicinin nəyə ehtiyacı var? Tutaq ki, avtoyumaya. Çıxıb evindən həmin gün vacib bir görüşü var. Görüşə maşınla gedəcək və maşının təmiz olmalıdır. Gözü axtarır, prosta avtoyuma. İfso. Öyrəşilən bir şey də var deyənə burada plus. Görürük, böyük avtoyuma, hə, bax buradır, tamam. Yox, orada mən onun yerinə başqa bir şey eləsəm, o sadəcə mənim yanımdan düz çıxıb gedəcək. Kütləyə görə də dəyişən bir şeydir demək. Həri. Bəzən belə bir şeylər də eşidirəm. Yaradıcı şəxslərdən hansısa bir produkt yaradılar, fərqi yoxdur bu onlayn produktdur və ya real bir nəyinəsə məşğul oldular. Gəlin bunu belə eləyək. Yox, belə eləsək kütlə başa düşməyəcək. Və kütlə başa düşməyəcək anlayışı da biraz mən produkt yaradıram və mənim bir kütləm var. Kütlə başa düşməyəcək dərkən mən kimi aşağılayıram, özümü yoxsa kütləni? Yox, burada aşağılamaq məsələsi deyil. Qətiyyən aşağılamaq məsələsi deyil. Aşağılaya bilməzsən, çünki dediyim kimi də, yəni coğrafiya məsələsidir deyənə. Məsəl üçün biz keçən il Avropa şəhərlərinin birində olduq. Məsələn, nəyə görə onlar daha çox yaradıcılar, belə bir şey deyim sənə. Orada küçəyə çıxırsan, yol boyu gedirsən. Gördüyün obyektlər, obyektlərin loqoları, qarşılarında olan posterlər istər-istəməz sənə ilham verir və hamısı o qədər möhtəşəmdir ki, o qədər səviyyəlidir ki. Yəni sən prosta bir atıram da hansısa tamaşanın bir posteridir, tamammı? Amma çox səviyyəlidir və çox özünün üslub bir tərzi var, bir stilistikası var, çox maraqlıdır. Sən düşün bunu görən bir kütləni, bir də düşün ki, prosta çıxır və tini dönəndə görür ki, avtoş dönər. Nə ilə təəccübləndirəsən, o kütləni deyirsən. Okay, yəni o kütlə onu görəndən sonra nələrsə daha sonra başa düşməməyi çox normaldır. Gündə bir şeyin çıxmağı və bu gün partladan bir şeyin yaxşı və ya da səviyyəli və ya da səviyyəsiz fərq eləmir. Bu gün partladan bir şeyin 2 gün sonra artıq yadda qalmaması. Çox tez-tez dəyişir və çox tez-tez dəyişir. Ona görə də düşünürəm ki, kreativ o qədər də lazım deyil. Ya əslində lazımdır. Ya lazımdır. Əslində lazım olduğunu düşünürəm. Nəyə görə lazım olduğunu düşünürəm? Çünki nə vaxta qədər, yəni belə davam eləməlidir. Bu bir növ əslində insanları tərbiyə eləməklə bağlaşan bir şeydir də. Yəni sən bunu deyəndə ki, müəyyən bir kütlə bunu dayanmadan eləməlidir. Dayanmadan. Çünki axı nəsillərdə dəyişir. Düzdür, hər nəslin içində zaten zayları var. Getdikcə də çoxalır, o ayrı bir məsələ. Və müəyyən bir kütlə bunun üzərində çalışarsa, artıq müəyyən bir müddət sonra tərbiyə formalaşmağa başlayacaq. Nəsillər dəyişəcək, beyinlər dəyişəcək, daha sağlam beyinlər ortaya çıxacaq. Daha sağlıqlı kontentlər görüb, ona uyğun artıq davranış sərgiləyəcəklər, belə deyim də. Yəni. Sən nə düşünürsən? Mənə elə gəlir, Azərbaycana kreativ nələrsə, yəni anlıq, məsəl üçün atıram, bir reklam çıxır, çox kreativ reklamdır, onun aktiv reaksiya müddəti, məsələn, dünyada 1 ildir. Çünki il boyu bir reklamların yığışdığı və qiymətləndirildiyi Cannes kimi festivallar olur da. Orada olur, 1 ildən sonra keçir artıq yaxşı işlər, yəni bir arxa rəfə. Azərbaycanda isə məncə, məsələn, kreativ reklam sahəsində o cür bir şey çox tutmur. Azərbaycanda uzun bir müddət gedəcək kreativ bir məhsul lazımdır. Və yaxud da məhsul yaxşı gedir. Və yaxud da kreativ bir habit, yəni bir davranış yaxşı gedir. Və yaxud da kreativ bir nəsə. Ya kreativ dediyimdə bu səviyyəsiz də ola bilər. Kreativ, yəni yaxşı bir kreativ də ola bilər. Kreativ, yəni pis kreativ də var, yaxşı kreativ də var da. Bunlar gedir. Yəni Azərbaycan məsəl üçün mən ona çox heyrətlənmişdim ki, Apple Pay Azərbaycana gələndə Türkiyədə isə Apple Pay yox idi. Məsələn, Türkiyənin əhalisi, iqtisadiyyatı, bazarı çox böyükdür Azərbaycandan. Amma Azərbaycan yeni bir məhsul bazında, daha doğrusu səviyyəsində məhsulun bazara girməsi, onun bir vərdiş halına çevrilməsi və onun davam etməsi mövzusunda bölgədəki ən mükəmməl bazarlardan biridir. Bu bizim mentalitetlə də əlaqəli ola bilər, davranışımızla da əlaqəli ola bilər, düşüncə tərzi ilə də əlaqəli ola bilər. Amma reklam məsələsi biraz şeydir, yəni reklamda insanlar, məsələn, atıram, mən o həmişə çox maraqlı olur da, atıram Cannes-da ödül verəndə, mükafat verəndə
reviewları yazılır, case video hazırlanır və orada yazılır ki, bu qədər share oldu, bu qədər like gəldi, bu qədər insan komment yazdı falan. Onun məsəl üçün səhifə tutaq ki, artdı. Onun satışa təsirini nə dərəcədə real ölçə bilirlər? Məsəl üçün Nike-ın bir dənə şey var idi, billboard var idi. Copa Amerikada bir yarışda bir oyunçu digər oyunçunu ucuz saxlamağa çalışır, belə ayaqqabısından da butsusundan. Butsu Nike-ın butsusudur. Nike-ın o ölkədəki agentliyi götürüb onu billboard eləmiş ki, hər kəs onu istəyir. Yəni ayaqqabını istəyir də. Əslində orada adi bir oyun halı idi və oyunçunu getməyə qoymurdu. Pepsi Cola məncə o topu tuturdu kreativ reklamalar. Pepsi-dir, Nike-dır, Apple-dır. Məsələn, Alman avtomobillərinin tamam ayrı bir-birlərinə söz atan, indi çox yoxdur, amma bir-birlərinə söz atan bir ayrı reklam dünyası var falan. Məni çox maraqlıdır. Məsələn, o Nike-ın satışını necə artırdı? Məsələn, dayandım billboardun qabağında, görüm ki, çox bomba reklamdır. Gedim Nike alım. Elə bir şey yoxdur məncə. O sadəcə yığılan bir şeylərdir. Bu kimi şeylər məncə markadan markaya dəyişən şeylərdir. Yəni marka var ki, onun reklama, kreativə ehtiyacı var. Marka var ki, onun reklama ümumiyyətlə ehtiyacı yoxdur. Və marka var ki, bu kreativi sadəcə prosta kayfını eləyir. Tamam. Nə bilim, Nike-ın niyə reklamla satış artırmağına ehtiyacı? Yəqin ki, var. Ya da bəlkə də yoxdur. Bunu tam dəqiq deyə bilmərəm, amma məsələn mən o ən sevdiyim marka bu arada, yəni Nike-dır da məndə. Və hansı reklamına görə mən almıram Nike. Nike əlaqə saxla. Yəni keyfiyyətinə görə alıram, komfortuna görə alıram və loqosunu sevdiyimə görə alıram. Bilmirəm də, yəni sırf onu gördüm, oy bilə gedim Nike-dan gedim, yox. Nike-ı sevirəm və məncə kütlə, yəni belə deyək də, bizim üçün biraz bahalı bir markadır. Amma ümumən Nike bir vərdişə çevrilib. Hə, vərdişə çevrilib. Yəni ayağında hər kəsin görmək istədiyi Nike-dır, Adidas-dır, başında görmək istədiyi, atıramda bəlkə nə bilim başqa bir kepka formasıdır, firmasıdır, nə bilim əynində görmək istədiyi bir şeydir və bunlar bunu nə ilə eləyib? Reklamın gücünə mi eləyiblər bunu? Yox, sadəcə bazarın vaxtı ikən boşluğunda giriblər söhbətə. Boşluğuna giriblər və keyfiyyətləri. Vaxtı ikən reklamlar təbii ki olunur. Nike bazara girəndə bazarda Adidas da var idi. Okey, tamam. Və gigantlar var idi. Kreativ reklam nəyə kömək edə bilər? Sən deyirsən və o reklamı ayağından tutduğun butsu mənə o sublimativ mesaj sənin şuuraltıda bəlkə işləyir. Yəni birbaşa mesaj orada əslində sənin deyil. Bütün vəbşə kreativ mesajlar nəyin reklamı idi? Formula 1-in reklamında da nəsə maşın gedir, F1 hansısa firmanın maşınına gedir və maşını qabaqdan bütün kadrlardan çəkilir. Əslində çəkilən maşın BMW çəkir. Yox, o sürət rekordu qırılan xüsusi maşınlardır. Amerikada boz bulanlıq bir bozluqda, yəni açıqlıq bir sahədə sürürlər və maksimum 500-600 neçə kilometr falan çatmağa çalışırlar. Hətta daha çox bəlkə də. Onu BMW kameraman BMW ilə o çox bombadır yəni. Məsələn şey də var, Londonda deyir bir insan gün ərzində 300 min reklama məruz qalır. Bildiyin o sürət maşınları, Simyorka BMW-dir özdə, səhv eləmirəmsə. Kameraman və onu qabaqdan çəkirdi yəni. Çox bomba reklam edir. Pepsi-nin biri var. Pepsi-nin gruzçiki daşıyıcısı Şaxta baba. Yox, qarajda gedir doldurmağa maşının bagajını. Görür ki, aparat var, kolanın aparatı. Baxır sola, götürür bir dənə kola içir, da şişir davam edir də. Mən indiyənə kimi gördüyüm ən möhtəşəm və qadağan olunan reklam. Niyə qadağan olunub bilmirəm. Yəni almanlar məncə bu şeyləri sevirlər. İnanılmaz bir şeydir yəni. Ailədir. Ailədə 4 nəfər var, 4-ünün də maşını var. Ailədə 4 nəfər yoxdur. Çoxdur amma 4 dənə maşını var və girişdə qapının ağzında sadəcə şeydir. Açarlıqlar var 4 dənə. Və biri gəlir məsələn Alfa Romeo qoyur açarlığı. Hamısında da yumru açarlığıdır. Biri gəlir BMW qoyur və hamısında yazılır. Məsələn Alfa Romeo Design, BMW Sportness. Biri gəlir Volvo qoyur, nə bilim Safe falan filan. Açarlığa qaldırırlar kameranı Audi logosu. Yəni gözəl. BMW də onu şeylə driftlə eləmişdi də, tipa drift eləyir. Göstərirlər ki, BMW normal drift eləyir, ancaq axırda Audi logosu. Yəni almanların o bu arada çox qəribədir. Yəni almanlar dəqiq elmləri sevən insanlardır genəlliklə də, yəni ümumən. Səncə riyazi beyinlə yaradıcı beyin bir başda ola bilər? Təşkil tanəsidir məncə. Çünki biri konservativ düşüncə tərzinə malikdir. 2 vur 2 4.
yəni Biri hər olmalıdır. dəqiqlik üzərinə işləyir, biri sadəcə Bizə xəyallar yox, üzərinə. O beyin zaten beyin yarımkürəsi də ona görə ayrılıb. Amma o məsəl üçün də çox yaxşı bir məntiqə sahib riyaziyyatçı adam çox yaxşı bir kreativ ola bilərmi? Çox yaxşı O sual mənə həmişə şey deyir. İstisnalar, yəni yox deyə bilməzsən. Yəni mütləq ki ola bilər məncə. Amma bunu məsəl üçün durub axtarışdan çıxsan, çox çətin taparsan. Çox çətin taparsan. Mənə elə gəlir ortanın üstündə bir şey olar. Çünki yəni Hər iki tərəfdə. Yaradıcı adam biraz belə Dəli olur, pasyak deyək də, biraz başa düşdüm, biraz belə dağınıq olmalıdır. Yəni bütün xəyalları, fikirləri, danışığı, yazdığı yazı, tərzi falan, yəni dağınıq olmalıdır ki, adam o dağınığın içindən nəsə bir parıltı çıxardır. Mən də onu demək istəyirəm ki, bu səncə bir tabu, qəlib deyilmi? Sanki kreativ olmaq, ay nə bilim götürdüm kraskanı, mənim hallerim gəldi, kraskanı götürdüm, vurdım divara belə, rəsm əsəri falan. Yəni çox belə solidni geyinən, həyatı solidni olan, hər şey yerli yerində olan, amma çox kreativ bir insan ola Bu bilməz. arada çox belə araya girəcəm. O bəzi sənət əsərləri falan olur, nə bilim, yerə sərirlər, qaqaş düşür əli ilə belə eləyir, sonra tipologiya sənət əsəri. Bura çox xuyov bir söhbətdir də bura. insana görə dəyişir məncə. O sənət aləminin o bozartma çolpası var. Brat, yox, yəni ki necə yeganə mövzudur ki, bunda yəni dirəklərəm brat çox boş şeydir. Sənət adamları da biraz kafayı yemiş adamlar olur axı. Yəni biraz yəni başdan xarab adamlar olur və onlara inanan bir kütlə də vardı. Yəni onları sevən, onları bəyənən kütlə vardı. Yəni adamlar düşünürlər ki, mən nə eləsəm o sənət əsəridir. Amma brat elə deyil. Yəni deyil də brat. Sən durub da nə bilim ya, yəni atıram ən şablon Mona Lisa ilə o yerdə qarı-quranı bir eləyə bilməzsən. Çox üzr istəyirəm. Hə, tamamilə razıyam səndən bu arada. Tamamilə razıyam. O şey var idi də, məsələn, qum var. Hər vedrəni deşib altdan, o sonra yıxılır belə, olur sənət əsəri. Məsələ bilirsən nədir? Bir yerə qədər o insanın hansı ki özünü satmış insan deyirlər, yəni özünü sübut etmiş insan. O insanın elədikləri sənət üçün idi. Amma ondan sonra ki o sənət adı ilə edilən şeylər sadəcə o insanın əhval və ruhiyyəsidir. Və bu insanlara, bir çox insana bu şeydir. Yəni əslində o əsərə görə qiymətləndirilmir. İnsanın elədiyi, yəni orada çox üzr istəyirəm, amma qumun üstünə saydı belə, hamı götürüb əl salacaqdı ki, gör sənətçi nələr düşünür ki, mən ora, yəni eyni poxdur, eyni götürdü belə pıçılmasın. Hamının da orqanizmi aşağı-yuxarı eynidir yəni. Bir məqamı qaçırdırıq bəylər. Biz kreativlikdən danışırıq. O da bir növ kreativlikdir. Sadəcə biz nəyə qaçırdırıq? Sən nə etsən, nəyəsə bir anlamı yoxdursa, riyaziyyat və dəqiq elmlər anlamı var. Bir riyaziyyatçı bir kreativ məncə ola bilməz. Çünki onun üçün hər şey absolutdur. Var məsələ, var həlli. Bayaqkına qayıtdı da. Riyaziyyat üçün belə. Yox. Hə, o şey ola bilməz temasını, yəni Bir riyaziyyatçı bir kreativ ola bilməz. Çünki o riyaziyyatdan danışıram, riyaziyyat çərçivəsində. Riyaziyyatda nə kreativlik əlavə edə bilərsən və ya dəqiq elmə, çünki orada hər şey absolutdur. Amma olsun o qırmızı kraskanın divara və yaxud da ki çox illər öncə, əsrlər əvvəl barista işləyirdim və çox əsrlər keçib üstündən və ilk latteni mənləmişdim. Art latte deyilən bir panyatiya var və misal üçün mən onu eləyə bilmirdim və dəxilsiz bir şey alınırdı və kontakt barda oturan sən baxır bu necə podача edirsən. Kontakt barda oturan adama mən bunu hər hansısa bir ad verib onu podача danışanda bunu prezentasiya edəndə ona bu mənim kreativliyimdir, mənim ona yanaşmamdır. Çünki sən heç nəyə kreativ deyə bilər, dəxilsiz bir şey yaradıb, ona bir ad verə bilərsən. Çünki onun aydınlığı yoxdur. Kreativlik orada deyilmi zaten? Yaradıcı insanın bu dəqiq struktur yoxdur da bir. Mənə elə gəlir o deyilən şey, məsəl üçün də atıram. Məsələn sənin elədiyin də hansı ki alındıra bilmədin və amma onu elə təqdim elədiyin ki, və bir çox iş var orada. Bu artıq yaradıcılığın reklam tərəfidir. Yəni reklam zaten göz boyamalıdır. Yəni bunu heç kəs şey eləyə bilməz. Yəni bir insanın bir telefonu 10 il işlədə bilərsə, hansı ki o telefon belə 3 FPS-ə düşənə qədər və yaxud da batareya ömrü 50-40% düşənə qədər işlədə bilər də. Amma reklam o telefonu sənə dəyişməyi şey eləyir, sövq edir. Reklam buna şey eləyir ki, yəni sənə lazım olmayan bir şey sənə aldırmaq.
Reklam buna kömək edir. Və bu da məncə onun artıq reklam tərəfidir. Ravidin bayaq dediyi falan. Amma yəni məsələn atıram da Mona Lisa və yaxud da nə bilim, atıram məsələn heykəllər, Rönesansın ilk dövründəki heykəllər falan, buradakı barmaq oynayanda kimi Davudun heykəlidir deyəsən, burada bir əzələ oynayır. Ona kimi belə şey eləyib də adam, Michelangelo ona qədər düşünüb bu şeyi. Yəni və yaxud da şeylər çıxırdı. Mən məsələn Mona Lisa'nı çox sevmirəm, açığı deyim. Yəni bu sənət əsəri deyil mənasında deyil. Ha yox, məsələ sevməmə deyil. Prosta ki, yəni eyni münasibəti görür də. Eyni münasibəti görür və məsələn şeyin mənə elə gəlir Da Vinci'nin o anatomik çizimləri var, hansı ki oturub bir sümüyü, ayaq sümüyü nədən ibarətdir və necə, nə hansıdır falan. O çizimlər mənə çox qəşəng, xoşuma gəlir. Məsələn, necə konkret olaraq bir şey vardı ortada. Başa düşdün? Və yaxud da ki, xəyal elədiyi nəyisə çəkir. Amma adam götürür, prosta bir sən eləyir. Keçən dəfə görürəm, ya bir şey fırlanır. Bilmirəm nədir, yəni belə palçıqdır, nədir? Qaqaş götürür, bir sən eləyir. Bədənini balan belə sürtür ona, sifətini falan sürtür. Brat, o qaqaş... Sən ona nə deyirsən deyil, mən ona buradan başqa bir şey deyə bilmirəm. Brat, açığı deyim, o qaqaş ora gəlib impressed olan bir qızı gecə yataqda necə təpələyəcəyimi düşünmürsə, mən də heç nə bilmirəm. Yəni bir sən nədir, brat? Yəni bax, ümumiyyətlə şeydə reklam sahəsində bir şey var. Sən bir nöqtəyə inanılmaz bir məna yükləyə bilərsən. Tamam mı? Sən hətta bir nöqtədən bir brending yığa bilərsən, bir marka yarada bilərsən. Və sən ondan partlada bilərsən, sən o nöqtənin altında da inanılmaz bir hekayə qoya bilərsən, tamam mı? Bunun arxasında sizə şey də dayanır. Dizayn dayanır, branding dayanır, strategiya dayanır, satış strategiyası dayanır. Bu gedir də, başa düşdün? Brat, o bunun arxasında heç nə dayanmır. Başa düşdün? Yəni yoxdur da mənə onu sata bilməzsən də, başa düşdün? Yəni yaradıcılıq nədir? Bunu bilirik də. Əsər, sənət əsəri nədir? Heykəl nədir? Şəkil nədir? Bunu bilirik. Amma 100% elə bir kütlə var ki, hansı ki gəlib o sən dediyin nümayişə baxıb okey. Amma sənin formalaşdığın, deməli sənin baxdığın kinolar, oxuduğun kitablar, böyüdüyün əhatədə bəlkə sənə o qaqaşa, o yaradıcı qaqaşa demək məcburiyyətinə gətirir, amma əslində qaqaş orada deyək ki, mən nəyə gətirirəm sözümü? Yəni bu kreativlik elə bir şeydir ki, yəni bunun bir düsturu yoxdur da, F bərabərdir MJ misal üçün, bilək ki, bu düz davam edəcək. Bu sən buna hər bir ad verə bilərsən. Kimsə buna eşi, bunun başını burax deyə bilər, kimsə wow. Bu Dali, Salvador falan dedi. Ümumiyyətlə bu kreativ adamlar niyə məncə o vaxtın kreativ adamları niyə bir çox şeyin başını buraxıb? İndi niyə azdır məncə kreativlik? Məişət icazə vermir. Misal üçün deyim ki, mənim o vaxtı bir çox şeyin başını buraxırdım, evə pul qazanmağın, məişətdə pul nəyə lazım olacaqsa, çalışmağın, nələrsə iş görməliyəm ki, mənim finans tərəfim belə deyim, balansın düzəldib və həm də kreativliyi tərəfə özümü verim və orada da nələrsə görüm. Məişət icazə verir. Onlar bir çox adamlar olsun rəssam, olsun bir muzikant, olsun yazar, olsun Beethoven və s. Bunlar bir yerdən sonra ümumiyyətlə bütün söhbətin başını buraxıb evə pul gəlməyin və s. Bərbərin, saqqalın başını buraxıb oturublar gecə gündüz və nəsə yaratmağa. İndi məişət sənə icazə vermir daha kreativ olmağa, çünki sənin eləməli işlərində var, sənin 9 saatlıq işin var, sən sportun gedirsənsə, məşğulsansa və s. Sənin kreativliyə, fantaziya o vaxt yaranır ki, sənin boşluq var və sən nəsə kəşf eləməyə, yaratmağa başlayırsan. Sən məişətin bir hissəsi olaraq, sistemin bir hissəsi olaraq, kreativliyə orada yer yoxdur, sən struktura çevrilirsən, sadəcə sistemin birisən. O boz kütləsən, kreativ yanaşma məncə sən o kütlədən bir dənə yuxarı çıxırsan və rəngli olan personajsan da elə düşünürəm. Əslində kreativliyi öldürən bayaq da söhbətin lap əvvəlində də verdiyim suallardan biri idi. Kreativliyi öldürən əslində peşəkarlıqdır. Nəyə görə? Çünki sən bayaq da söhbətini edədiyimiz kimi bir məhsul satmalısan və sən o məhsulda kreativ işlətməməlisən, sadəcə məhsul satmalısan. Məhsul satmağa fokuslanmalısan və o məhsul kreativi sevmir, yəni ehtiyac yoxdur. Prosta dümdüz. Deməlisən ki, bax, sən bu lazımdır, bunu al, işlət, bu çox yaxşı bir şeydir, falan filan. Yəni şeylər dəyişir əslində. Şərait məsələsidir. Bu da əslində bir kreativ yanaşmadır, yəni. Yəni bunu al.
Bir də biz daha geniş Tam danışırıq. dümdüz demək. İndustriya seçsək hansı çərçivədə danışırıq? Ya, Biz, genel olaraq danışırıq deyə sən çox da ata bilmirsən. Məsəl üçün baxır nə də bir dizayner üçün kreativlik mütləqdir də. Pro və kreativlik bu bərabər getməlidir. Bir hospitality, bir restoran meneceri üçün dünya standartı var. İtalyan servisi və ya o Britan servisi, yoxdur elə bir şey. Mən yoxladım. Soxdu ya. Britan da olur, eyni şey Ola gəlir. bilər. Sən ona davam et. Biri latıncadır, biri ingiliscə. Okey, çok sağ ol. Vesaire vesaire. Orada sen strict bir kanun var. Vilka solda, bıçaq sağdan. Все, sen bunu dəyişə bilməzsən. Mən bunu çarpaz qoysam daha gözəl olacaq kimi bir anlayış yoxdur. Mən xoti kreativəm, amma onun burada yeri yoxdur. Çünki müəyyən bir qanun var. Şirkətlərə görə də bu dəyişir də. Bu gigant şirkətlər var, öz reglamenti var və sən kreativ belə mən dəyişən kreativəm. Yəni bunu eləyə deyəndə deyirlər yox, bundan çıxa bilmərik. Müəyyən kreativ şirkətlərin belə öz reglamenti var ki, hansı çərçivədən çıxa bilmirlər. Hansı ki, çox üzr istəyirəm, o vaxtilə çəngəli, bıçağı və ya qaşığı icad edən adam da özündən bir hoqqa çıxarmışdı əslində. Hansı ki, yemək əllə yeyilir. Və daha çox dadı hiss edirsən barmaqda olan reseptorlara qədər və s. Amma baxır adama görə dəyişir. Ümumiyyətlə bu 3 məqam var. İnsanın yemək tərzi, geyim tərzi, Qoxu ola bilər bəlkə. yox, ona görə kritik eləyərəm. Yəni özümdən danışırdım ki, mən buna komment bildirmərəm. To bir adam oturubsa yanında zövqlə bağlı da yemək də, geyim tərzi də, yəni heç nə komment eləmərəm. Adam gəlib əli ilə yeyirsə o çolpanı, yəni maksimum deyə bilərəm ki, əslində belə daha sağlam. Bu arada o çolpaya vilka batmır, əllə yeyirəsidir. Yenidən görüşmək ümidi ilə. Sağ ol.